İbrahim əleyhissalam deyir, bir gün gördü ki, üzünə artıq ağ tüklər çıxmaqdadır. Soruşdu ki, ilahi, bunun mənası nədir? Dedi, Allah subhanahu ve taala İbrahim əleyhissalama cavab verdi ki, bu vüqardır. İnsanın əzəmətini qaldırır, hörmətini qaldırır. Buyurdu ki, ilahi, onda mənim vüqarımı artır. Üzümdəki ağ tüklərin sayını artır. Amma ardıycan buyurdu ki, ey İbrahim, biləsən ha, bu bilirsən nədən xəbər verir? Bu ondan xəbər verir ki, artıq sən ölüm mərhələsinə daxil olmusan. Ölüm səni an izləyir. Cavanlıqda elədiklərini qoy bir kənara. Artıq sən elə bir mərhələyə daxil olmusan ki, qiyamət günündə deyə bilməzsən ki, mənə moizə eləyən yox idi. Üzündəki ağ tüklər artıq sənə ölümdən xəbər verir ki, sən üzü ölümə tərəf getməkdəsən. Və insanın üzündə olan ağ tüklər onun üçün ən böyük xətibdir. Ən böyük moizədir ki, insan üzünə baxarkən görsün ki, artıq cavanlıq mərhələsini başa vurmaqdadır. Ona görə bir nəfər deyir ki, insan cavanlıqda örgənir, amma qocalıqda anlayır. İnsan cavanlıqda bilir ki, ölüm haqdır, amma qocaldıqca başa düşür ki, insan günbəgün ölümə tərəf getməkdədir.